vaxtın xeyir olsun. Ben Dəmiroğlu Bahan Hüseynoğlu, yeni Şirvanlı İFA saytının baş direktörü hem de sahibkar. Demek bu Şirvan Şehir Regional İdarəsi var. Rəqəmsal İnkişaf Nəqliyyat Nazirliğinin ayna deyilən Şirvan şəhərində yerləşir. Demek uzun iller, bu 30 ildən çox bizim Stayanka var, Şirvanda fəaliyyət göstərib. 3-4 ildə bundan qabaq biz götürmüşük. Demek kimse tesadüfi bir adam oradan yoldan geçen bir çıkış edip orada gösterip ki burada koyulan lövhəciklər qanunsuz. Yani bu 20 ildir faaliyet gösterir bu ayna. O vakti ayna olmuyor. Şimdi aynaya kimse biri çıkış edip gösteriş verip çıkış verip ki bu qanunsuzdur. Ne qanunsuzdur bunu? Demek buranın eşen bu müdür geldi ki o götürülməlidir və aynadan gedib qeydətdən keçməlisin. Biz o fəaliyyət göstərəndə ayna yox idi. Demək, bələdiyyənin sədri 8 qoşuma sənədlə göndərib aynaya, qeydətdən keçib, 2 ay keçib, hələ də cavabı yox. Hansı ki 15 günə cavab verməlidir. Yerüstü bu Ana Rızayev var, Nərmanov rayonunda yerləşir, o idarə müdürü. Demek millət necə tarac olsa, böyük sabırlı sözü yadıma sürməyəm belə olur. Yəni, onlara konstitusiya maddəsi heç bir onlara təsir eləmir. 2 aydır cavab vermir. Gör ha, belediyenin müraciəti, Şirvan şəhər Bələdiyyəsinin o seçki ilə seçilmiş bir qanuni orqandır. Onun müraciətinə cavab verilmir. Bax, nə demir, kimə deyir? Niyə bunun haqqında tədbir görülmür? Niyə cavab verilmir? Niyə bu Azərbaycan qanunlarına riayət olunmur? Pozulur, konstitusiya maddəsi pozulur. Niyə bu Ana Rızayev haqqında tədbir görülmürsə? 2 aydır müraciətimə cavab vermir. 2 aydır müraciət olub cavab vermir. Niyə? Kim ona zəng edib göstərdi? Onun demək, gözün üstündə qaşım var deyən yoxdur Ana Rızayev. Ana Rızayev nə istəyir? Bütün cərmələr ancaq onun əlindədir. Hamı cərmələrlə, onun amalı ancaq cərmə yazmalı. Olmaz böyle şey. Bunun axırı ki buna dur diyen olacak. Yok. 2 aydır müraciətə cavab vermir. Şirvan şəhərin bələdiyyə sədri göndərib parkovkada dayanacağa qoyulan o znaklara bu icaza verməlidir. Bax budur müraciətim. Bax budur mənim dediyim söz. Bax baxmırlar. Azərbaycan, mən Ağsaqqal qatı edərsi müraciət eləyirəm. Niyə bunun haqqında tədbir görülmür? Niyə buna deyən yoxdur ki, arayış verginə ki, niyə verməmsən bunu? Niyə cavab vermirsən? Dövlət qurumlarına cavab niyə vermir? Saymır. Bax, söhbət budur. Ona görə müraciət edirəm Cənab Prezidentə, Baş Nazirə bu haqda tədbir görsün, tezliklə bu cavabı verilməsi və onun haqqında tədbir görülsün. Çox hörmətli Cənab Prezident, sizə Şirvan şəhərindən qatı edərsi, Ağsaqqal, Yeni Şirvan İnfo saytının baş direktörü və sahibkar kimi bir müraciətim var. Müraciətimin səbəbi nədir? Demək, biz Şirvan şəhər Bələdiyyəsindən uzun müddətli dayanacaq üçün bunu icarəyə götürmüşük. Bu yaxınlarda belə bir anlaşılmamazlıq yarandı. Şirvan şəhər 3 aylı regional aynanın idarəsinin rəhbəri mənim özdən gedir ki, orada plakatlar var, dayanacaq. Onlar götürülməlidir. Niyə? Aynadan qeydiyyətə keçməz. Bu dayanacaq 20 ildir fəaliyyət göstərir. Biz axır 5-6 ildə biz götürmüşük. Gəldilər, götürdülər. Sonra biz müraciət, bələdiyyənin sədri müraciət edir. 8 qoşuma müraciət elədi aynaya. Nərmanovda yerləşən Ana Rızayevin rəhbəri ki, bunun həlli tapılmalıdır da. İndi sən götürə bilirsən bunu, heç bir boş yerə, mənasız yerə götür bunu. Niyə? 25 ildir ora fəaliyyət göstərir. Ayna yox idi ora fəaliyyət göstərir. İndi 2 aydan artıq, 2 aydır ki, Ana Rızayev ona cavab vermir. Aynanın səbəb nədir? Bax deyərlər, bax, Azərbaycan konstitusiya maddələrinə məhəl qoymur Ana Rızayev. Cənab Prezident, bu nə deməkdir? Yəni ki, heç kim onlara gözün üstündə qaşın demirlər. Rəşad Nəbiyev, onların nazirləri, bu Ana Rızayevə deyə bilmir ki, sən Azərbaycan qanunu niyə pozursan? Kim arxansan, nə arxansan? Bu adam haqqında dur deyən olacaq, olmayacaq. 2 aydır rəsmi müraciət. Şirvan şəhər Bələdiyyəsinin sədri seçki yoluna seçilmiş adam. Niyə bunun rəsmi cavabına
müraciətinə cavab verməmsən. Nə deməkdir? Bunu hara yazar? Kimə deyək? 2 dəfə, 3 dəfə mən çıxmışam TikTokda, mən sahibkar kimi bura müraciət eləmişəm. Gör bunun göz üstündə qaşım var deyən var. Ana Rzayev haqqında tədbir niyə görülmür? Nə deməkdir? Azərbaycan qanunlarına bu məhəl qoymur. Niyə qoymur? 2 aydır cavab vermir. Yoxlanılsın bu Ayna İdarəsi. Ana Rzayevin rəhbəri olduğu idarə. Orada Firdevsi müəllim var. Dalbadal zəng edir. Təcili oradan zınaqları götürür. Firdevsi müəllim. Firdevsi müəllim indi cavab ver də. Niyə onu məktuba cavab vermirsiniz? Elə qanunu pozan sizsiniz elə. 2 ay cavab verməmək olar. Qanunu pozan sizsiniz. Sizə dur deyən yoxdur. Cənab Prezidentə bax burada deyirəm, Cənab Prezident. Bax bu ayna kimlərin tədbiri görülməlidir. Qanunsuzluğa dur demək lazımdır. Mən inanıram ki, bu haqda ciddi tədbir görüləcək. Ana Rzayevin rəsmi 2 ay cavab vermədiyi haqqında, onun haqqında ciddi tədbir görəcək. Kimsə görməlidir bunu. Gözləyək, görək nə olur. Hasan cavab veriləcək, onu da gözləyək. Minnətdaram, sağ ol. Qatı İdarəsi Qurbanxan Dəmirov.